Atılan iftiralardan biri de budur ki, insanlar deyirlər ki, niye Allah Quran-ı Kərimi ərəb dilinə göndərib, niye biz namazı ərəb dilində qılmalıyıq? Onun məsəl ki, biz namazı Azərbaycan dilində qılaq. Allah Quran-ı Kərimdə Yusuf surəsi 2-ci ayəsində belə buyurub: "İnna enzelnahu Qur'anan Arabiyyan la'allakum taqilun." Biz Qur'anı ərəb dilində nazil etdik ki, bəlkə də nicat tapasınız. Yəni, məsələn üçün, bir insan əgər Quranı deyirsiniz ki, Allah niye ərəb dilində nazil edib? Bir dildə Allah nazil edib. Quran yəni Azərbaycanlara nazil olsaydı, İspanlar gələcəklər ki, niyə Azərbaycana nazil olub? Əgər İspanlara nazil olsaydı, Yaponlar gələcəklər niyə Yaponlara nazil olub? Yəni bir dildə Quranı yaratdı ki, ümumi dildə. Çünki ərəb dili çox zəngin dildir. Ərəb dilinin yəni qrammatikasını bilənlər bilir ki, ərəb dili danışanda çox zəngin dildir. Məsələn, bir dənə sözün neçə dənə, 5 dənə, 6 dənə mənası var. Ona görə Allah Quran-ı Kərimi də ərəb dilində nazil edib. Biz namazı Peyğəmbər nəzdində sallallahu aleyhi və aleyhi və səlləm onun əhl-i beyti nə cürə qılıbsa, biz də o cürə namaz qılmalıyıq. Azərbaycanla namaz qılmaq məsələn Rəhmandır, Rəhimdir, Kərimdir. Hamısı ərəb sözləridir, hamısı ərəb mənşəli sözləridir. Yəni bir dənə orada Azərbaycan sözü tapa bilməzsiniz. Allah bizləri əməllə salih bəndələrdən qərar versin inşallah.